İmam Qeyyim rahmetullahi aleyh buyurur ki, bizler deyir, bir zikrə qatıldığımız zaman aramızda salih kimsələr var idi. Həmən salih kimsələr deyir, o zikrin sonunda, yenə deyirəm, salih kimsələr deyə vurğu edir öncədən. O zikrin sonunda deyir, bizlər deyir, gecə küçədə dolaşdığımız zaman yatmazdıq deyir. Görərdik ki, onların deyir, evlərində şamları sönməyib, çıraqları sönməyib. Və həmən düşünürdük ki, bu onun yatmazdan öncə qatıldığı söhbətin təsiridir ki, həmən söhbətin təsiri nəticəsində o gecə Rəbbinə yönələrək, bəlkə də saysan əlin barmağı qədər bir günahı, bir ayıbı varsa belə ondan dolayı Allahdan bağışlanma dilir. Bu nəyi göstərir qardaşlar? Həqiqətən də biz söhbətlərə qatılırıq, amma nəfsimiz o qədər korlaşıb ki, o qədər kütləşib ki, onun sonunda, yəni həmən gecənin, söhbətin olduğu gecənin sonunda Rəbbimizdən bağışlanma dilib istiğfar eləmirik. Allahım, sən bizim Rəbbimizsən, bizi bağışla və bu günə qədər və bu gündə daxil olmaqla etdiyimiz günahlardan dolayı bizi əfv və məğfirət elə demirik, deyə bilmirik. Çünki bu qəlbimizin qaralmasının nişanəsidir. Həqiqətən də qəlbimizin qaraldığını göstərir. Söhbəti dinləyirsən, qardaş gəlir, danışır, ölümdən danışır, axirətdən danışır, qiyamətdən danışır. Ondan sonra çıxırıq bayra, sanki bu söhbətlər bizə danışılmamış kimi. Şəxsim adına deyirəm, vallahi. Sanki bu söhbətlər bizə danışılmamış kimi bayra çıxırıq və heç nə. Ortada nə var? Gəldim, oturdum, dinlədim. Bu bir növdə nəyə bənzəyir? Dilini bilmədiyin bir insanın zikrində oturursan, o zikri dinləyirsən, oradan umduğun şey nədir? O məclisdə bulunum da mələklər mənim üçün orada bağışlanma diləsin. Amma Allah Subhanahu taalanın rəhməti bu qədər dar deyil axı. Sən dilini bildiyin adamın məclisində oturmuşsan, hansı ki sənin nəfsin o adamdan nəsihət qəbul edən bir durumdadır. Qardaşım, get bu nəsihətdən sonra bir bağışlanma dil. Allah Subhanahu taaladan istiğfar elə. Dilini zikri öyrəşdir. O nəsihətdə, həmən dərsdə əldə etmiş olduğun faydanı həyatında icra eləməyə çalış. Vallahi yoxsa bunun bir mənası yoxdur. Çünki elm odur ki, kişi onunla əməl etsin. Elm o deyir ki, sən onu yüklənəsən və ondan bir fayda əldə etməyəsən.